حول ولا قوة إلا بالله العلي العظيم. وصلى الله على سيدنا محمد وآله أجمعين. مهربان الله تعالینا و یادینا bu مصنع جلسه‌lerimizi idame veririz. Xatirinizdə olsa biz Kənizə və Padişah hekayətini birinci dəftərdən başladıq və buraya yetişdik ki, bir dənə padişahı aşıq və dilburdi bir dənə kənizəki olur və onun dərbara gətirir və bəd az bir müddət o kənizək mərz olur. Padişah o təbibləri ki, ətraflı dərbardır, öz dərbarın içindədirlər, onları yığır və bu təbiblərdən istəyir ki, siz bu kənizəki dərman edin. Mevlana orada bir təbir işlədir, o da budur ki, çünki təbibani dərbar öz qüdrətlərinə, öz güclərinə güvəndilər və inşallah demədilər. Ona görə Allah bərənin ki, bunların natəvanlıqlarını bunlara görsətsin və göstərsin. Neynədir? Bu kənizəki ilə bu vəziyyətdə saxladı, bəlkə bundan da vəzini bədtər elədi ta padişah nəhayətən məcburdur gedir Allahla bir razı niyaza varid olur, orada təbiban-ı ilahidən mədəd alır və kömək alır. Bəd az bir müddət razı niyazdan sonra və niyayişdən sonra yuxuda bir həkimi, bir təbibi görür ki, buna vədələr verilir ki, sabah bizim taifəmizdən, bizim qovumumuzdan sənə sarı bir nəfəri gələcəkdir ki, bu təbiblərlə fərqlidir və sən o fərqi orada görəcəksən. Padişah da müntəzir olur, görür ki, bəli, sübh o zaman ki, vədə verilmişdi, bu şəxs gəldi, میرسید از دور مانند هلال نیست بود و هست در شکل خیال خیالگونه در واقع جلیل و padişah burada yadına düşür ki, bu pir məna ilə, bu mərd ilahi ilə bərxurd eləmələr lazım əsasıdır ki, bir ədəbiyyatı rayət eləməlidir və bir ədəbi məqam saxlamalıdır. Ona görə buradan nə cür bundan danışacaq, buna nə deyəcəkdir və bunu nə cür qarşılayacaqdır, Mevlana o fəzanın adını qoyur ədəb. O ədəbdən bunun yadına düşür ki, bəli, طول tarixdə mümkündür bizim bir para bi-ədəbi, arifanə və digərləri olmuş olsun ki, o misallar Mevlana'nın zehninə hüdur edir və biz buradan dərlərə hekayətimizi idame verməliyik. از خدا جوییم توفیق ادب بی ادب محروم گشتن لطف رب. God's grace کلمه توفیق به معنای توفیق است، افقدن در واقع. اما من مایلم ki bu kələmənin barəsində iki dənə o bizim böyük mütəkəllimlərimiz ki var, Səfbəndi eləyiblər, Əşairə və Mu'təzilə, onların barəsində də bir توفیق barəsində با həm söhbət olunsun. Əşairə usulən muhtəqiddir ki, əgər Allah bir fəzayı yaranda ki, bəndələrin əməl kərdiləri bir səmtəcidir ki, o səmtidə Allahın rızayəti təmin olsa, bu halətin adına deyərlər توفیق. Bu, در واقع نگاه əşairə. جعل الله فعل عباده موافقا لما يحبه و یرضا. Bunun Gürcani tərifat kitabında gətirir, bu diqqaha Qəzzalı da çox yaxındır demək olar. Hafiz də öz şeirlərində bunu gətiribdir. Orada deyir ki, məqam həm numi biqəş و رفیق شفیق گرت مدار میسر شود زهی توفیق
یعنی اگر سن تو جایگاه را نوشتن توفیق تحقق تابقده عبارت رفیق شفیق مقام امن می بیغش اگر به حافظ اندیشه در باخصات در حقیقت به معنای دریافت معرفت اگر حافظت به تماما جنبه عرفان برسد می بیغش جور تحلیل مریخ حافظ باخشه منتها معتزله چون معترف چیز به جای اینکه قدرت خداوندی چوخ açıq bəndələrin əleyhını bağlayaq, biz şələ təhvil müddət bəndələrin əleyhını çıxacaq ki, Allahın qüdrətini məhdud edəcəyik. Bu, Mu'təzilərin idqahıdır, əşarilərin qabağıdır. Ona görə tevfik kəlməsində düşəndə onların fikirlərinə, onlar cür baxırlar ki, bəli, nə cürə uğər, çalışa, uğər, fəzai yarada bilər ki, Cədə Allah'ın deyilməyən rızayətini ələcəkdir. Orada əks bir ittifaq düşürdür. Allah bir fəzai yaradırdı ki, bəndələr bir səmtə gedirdi ki, onun rızayəti təmin olunur. Burada gənə bizim bir dənə kələmi ədəb varımızdır. Mən bu ədəbin də barəsində bir bahəm söhbət eləməliyik. Az cümlə kələmələrdən ki, bu tarixdə çoxlu mütətəbbir olurdu, çoxlu mənilər götürübdü özünə və bir tedadı xubunu adət mənisində, bir tedadı sünnət, bir tedadı fərhəng bu cür təbir edilirlər. Amma ədəblə də əxlaqın bir dənə belə təfavütünü yaratmalıyıq ki, əxlaq əgər şamil olsa bizim həsənlikdə rəftarlarımıza, ədəb şamil olur bizim tamam rəftarı ki, bizdən sati olur, pəxş olur. Hər nə bizdən çıxır işinə və bizdən pəxş olur və o rəftarı ki, bizdən görsənir, biz bunun adına ədəb deyəmək. Yaxşı olsa onlar o ədəb, pis olsa olur bir ədəb də. Bu zəmiyyədə də çoxlu kitablar yazılıb da, məsələn, Adab-ül Vüzəra, Adab-ül Mütəəllimin, Adab-ül Müəllimin. Bu moriddə müxtəlif kitabları yazılıbdır. Dövrəyi Uməviyyan, dövrəyi Əhbasiyan, dövrəyi müasirdə ədəb kələməsi mürəttəb qənd yeyib və mani müxtəlif götürdü özünə. Mən bir dənə Rağib İsfahanidən bir qolu oxuyacağım ədəb mübarəsində. O mütəəllimdir ki, İza ərəbdən təkuna alimən, əgər sən istəyəsən bir dənə alim olasan, fəqsud fənnən var, bir dənə şaxə götürcəkdə var, bir dənə hünər, bir dənə riştəyi, elmi götürcəkdə varsan, biz sənə deyəcək alim. İza ərəbdən təkuna ədibən, amma əgər sən istəyəsən ədib olasan, fəxuz tərəfən min kulli fənni, hər elmidən bir şaxələri götür. عدیم وادار که در حقیقت گلستانی از علوم چینن هرسندن نیمی بیشاخلری جوید bu نگاه راغب اصفهانی که bu زمینده جدید. پس ادبیاتı biz ədəbiyyat cəmaliyə bilərik və heç işgal yox. Amma xod ədəbiyyatın özündə də çoxlu mənələr gizlənibdir. Ədəbiyyatı bəzi vaxt hər yazı görürlər, onun içində təxəyyül var, bir dənə tərif olub ədəbiyyat. Ədəbiyyat olub tamamı ulum-u mənzum و منظور ki, bu tarixdə bizim əlimizə çatıbdır. Bir tedadı ədəbiyyatdan bir var olur. Bir tedadı deyib ki, hər nə mənə ki, çap olub, onlar biz ədəbiyyat bilirik. در hər hal از جمله kələmələrdən ki, çox çalışmışıq, onu bir məhdud eləyək, bir yığcam eləyək, amma şayət müvəffəq olanmamışıq. Bizim qodəmələrimiz belə fikirləşibdir ki, ədəbiyyatın tərifindən də keçsə, amma şaxələrindən keçənlər. Ədəbiyyatın şaxələri ibarətdir bunlar. Lüğətdir, sərfidir, nəhvidir, iştiqaqdır, yəni kəlmələrin rişələri tapbaqdır, məanidir, bəyandır, bədidir, əruzdur, qafiyədir,
خطی نقد نثر انشاد تاریخ بودن شاخه های ادبیات شامل. پس بنابراین شخصی که وارد حوزه ادبیات ها مسلما کرد بویچیدن و روشن شاخه دادن و حرکت آپارسان تا بزانه دیگه که بود ادبیات چه و ادبیات چه پس از خدا جوییم توفیق ادب، بی ادب محروم گشت از لطف رب. Biz Allah'tan istəyirdik ki, o ədəbin tövfiqini bizə versin. Çünki ədəbsiz insan Allahın lütfündən uzaq düşəcəkdir. Bu məhrum olacaqdır. Bu Mevlana'nın öz sözüdür. Bi ədəb tənha nə xud ra daşt bəd, bəlkə atəş در همه آفاق زد. بی ادب همان یعنی بی معرفت، بی تربیت، بی دانش. Bu cür məna olunur. Sa'd deyil o Gülistan əsərində gətirir ki, az qovmi yeki danişi کرد نه که را منزلت ماند نه مهر. Bir dənə qovmun içindən ki, bir nəfər bir mənfətçiliyə eləsə, nəfsiyyə bir şey qalacaqlar. Yeşyəşinindəsتی ki, qavi در افزار بیالاید همه باغان دهران. Deyərlər ki, Türk ədəbiyyatımızda aladana neyər, naxırı neyər? Körrüyər da belə bir sözü vardır. Sa'dinin də در واقع sözü burada hamur. Afaq müfrədi ufuqdur da. İngilislər bunun müadilində kələmi horizon işlədir. Horizon به معنای ufuq. من وقتی gördüm ki, ayet Öhdüllahi Qomşi o kitabı Peyğəmbər Fəhm Cöbrənin tərcümə edildi. Mən özüm də son onun əsərlərini tərcümə edirdim. Buna görə bir müddət bunun ingilis əsərlərində də mən lazıması qeydib baxam. Mən bunu tətbiq edirdim. Gördüm ki, yəni təəccüb edirdim ki, o mənim öz təəccübüm olan yerlərimdən biri tərcümədə bu idi ki, Öhdüllahi Qomşi əsərlərində kələmi horizonu بهش ترجمه نمیشه به جای اینکه فضا و افق و کرانه ترجمه ediləcəkdi o tərcüməsini eləməmişdi. Burada da bu Cəlibdir Fussilət surəsində Sənurihim ayatina fil afaq və fi ənfusihim hətta yetəbəyyənə ənəhul haq. Biz öz nişanələrimizi həm fəzalarda sizə göstəririk, həm sizin öz içərinizdə. Yəni, ta zaman siz öz içərinizdə getməsəz, bu nişanələri öz içərinizdə görəməyəcəksiniz və tapamayacaqsınız. Pəs, Mevlana mütəqiddir ki, ədəbsiz insan əvvəldə özünə lətmə vurur, sonradan özüşüyədir. Yəni, sözü bu. Və vaqən özüdür. Yəni, əvvəl özünü əsrində salır, özünü rəncə salır, zəhmətə salır. Sonradan öz ətrafiyanı yiyəcək, zəhmətə salacaq. Maidə-i az آسمان در می‌رسید بی شراع و بیر و بی گفت و شنید در میان قوم موسی چند کس بی ادب گفتند او سیر و عدس منقطع شد خوان و نان از آسمان ماند رنج زر و بیر و داستان. Bu işarət həman dastanı Həzrət Musaya ki, gəlibdir da Musa qurbanı bir dənə nəcat bəxş, munci, gəlib və o qovmi ki, müddətهای mədid bər dəlikdə yaşayırlar, bunları nəcat verəcəkdir. Mevlana buna işarə edir ki, bəli, o qovmi ki, Musa onları nəcat verir, bunlara ağalıq gətirir, özləri olmağı gətirir bunlara, hər cürə qəza da yeyirdilər. Mutlaq mümkündür qəzaların içində məsələn soğan olmasın, sarımsaq olmasın, mərci olmasın, qıyan olmasın. Bunlar gəldilər, bundan istəyirlər ki, məsələn, elə fəhət bizə kabab versin, məsələn, ya bizə bal versin, ya mənni səlva versin, təbiri Qur'an-ı sənə. Məsələn, o birisiləri niyə bizə verirsin? Maidə به معنای سفره da. شرا da burada به معنای alış, veriş her iki kələmiyə işlənir. Yəni həm alış həm veriş şeradır. Bunların misliğine alet sözler. Bir soru o, bir furuf o.
بیشراده دا نیکلسون به فردی اختیار بله بی صدا و بی فروخت و بی خرید معنیسه بیدی صدا به معنی سردر یعنی بدون اینکه اونا رو باشار یا زحمت شده آلوه veriyorlar bu zamanlar şeyler kaydediyorlar ittifak düşmüyor. Rahat Musa bunların ihtiyarına koyuldu. Hala bu nüshelerde bu tefavutlar olabilir. O ikinci beytide de bu tefavut var. Munqati şud xananan aseman mand renc و زرد و بیل و داستان düzdür. Bəqərə surəsində də buna şair edəcək. Orada deyişi ezafultum ya Musa o zaman ki Musa'ya dedilər ki lən nəsbir ələ təamin vahid biz heç vaxt bir gəzinə sənə dözənməyəcək. Fərq o lənə rəbbək Allahı çağırışdırən ki yuxriclənə min matum betül ərz yerdə görənlərdən də bizə versin min bəqliha, essaiha, fumiha, ədəsiha və sədəha onun səbzdən, xiyardan, ədəsdən, piyazdan, sarımsaqdan, namusundan da deyəcəyiz. Biz bunlar, burası səbrimiz yoxdur, sən güclə bizə qəza verəsən. Musa kələməsində ebri kələməndə sudan tutulmuş. Sudan tutulan, buna deyirlər در واقع به معنای موسی. داسمان بله داسمان دا یعنی burada پسفند مفعولیت مانست عملا اشاره burada. مثلا کلاهمان، کشورمان، کتابمان، داسمان. Bir tane de burada acil bir ittifak düşüp o da bir şey yani ben özüm fikirləşirəm. Kəlime diskurs İngilizce'de bilirsiniz de ne tercümanı Farsı'da. Hani diskurs. Diskurs به معنای گفتمان ترجمه ediyorlar. Mesela ben özüm الان bilmirəm واقعا مثلا man burada yanına گفتمانda. گفتمان یعنی گفتار ما، گفته ما. Ədəbiyyatçısından məndən yoxça bilərsin. Fikirləşər sürət burada manın mənisi nə mənədir. Yoxça idi məsələn diskurs ama گفتار ترجمه olsaydı ondan yoxça. باز ایشتا چون شفاعت کرد حق خان فرستاد و غنیمت بر طبق باز گستاخان ادب بگذاشتن چون گدایان زله ها برداشتن لابه کرده عیسی ایشان را که این دائم است و کم نگردد از زمین بدگمانی کردن و حسابری کفر باشد پیش خانه مهتری زان گداگویان نادیده ز آز آن در رحمت پریشان شد فراز. Saksı saatin tüce optimal başıma olması ihtimalda iyi bir şey olmalı istiyorum. Sonra sahtelerinde bu namazı vermeli olmalıdır. Sahte optimal. Randevan başlamıyor. Ya ayrıca. حالا fikirləşən də, məsələn, mülkiyyət də bu, məf'uliyyət də bu, nisbət də bu. خب ikinci منزله دی ادبی های عرفانی یا تاریخی که مولانا وارد olur حکایت عیسی مسیح. خب bilirsiniz da İsa Məsih demək olar ki o bizim peyğəmbərlərdəniz. Əgər biz buna desək bu sərasər ruhdur, fəqət bir kağızdan mı bədəninə bir cismin gəlir, mübaliğə eləməmiş. Yəni o qədər bu şəxsdə lətafət və məna və özünü fəda eləmək barədə ümmətinə və millətinə ki, yəni əl-haqq və əl-insaf tarixdə bu qalmalıydı və qalır. İsa bu cür bir şəxsdir. Ona görə nə qədər bu həvaliyuna danışır, nə qədər zəhmət çəkir. Hətta Pules
bunu bir dənə o həvarilərdən çox yaxın uyğuna deyir ki, Restorana deyir, mən axı belə sənin fikirləri yayacağım, sən qorxma cinafən deyir, baba, mən ta bu evdən çıxınca ki, sən 2 dəfə məni inkar edəcəksən, sən büzürsən, sən pul eçkin, yəni büzürüm onların tərəfidir ki, yaxınlərin adamı o cür bir yaxınlərin həvarisi həlləsin, mümkün İsa'nı inkar edəsin. Və o ittifaqları ki, در həqiqət düşür bunun boynuna və bir dənə də bunun mucizələrindən bu idi ki, bir dənə ölünü dirildir də. O Əhməd Şamlı əsərlərində gətirildi, şeirində var idi ki, Tacı Xavri var, sərəş qolcuğu Taziyanəş bizdən öyle bir şeiri vardı, Kamil. Ki orada insanı şəfalılar, çəkələr dara, orada bu şəxsi ki, bu diriltmişdi, bu yoldaşı, İsa'nın yoldaşlığı eləmişdi. Anası xahiş edir bunu, mən oğlum ölüdür, xahiş edir, mən oğlumu diriltir. İsa gedir, bunu dirilir, qəbirdən götürəcəksin, anasını təhvil edir. İndi o adam da gəlib İsa'nın yanında durub, İsa'nı aparırlar, dara çəkmələ, orada deyir ki, mənim intizarım budur ki, İsa öz ürəyindədir və mən bunu nəcat vermişəm, burada o şərək gələr, qışqıra, bir bağır salar, hükümətliyə giyə filan. Ondan soruşurlar, və sən bunu dadına yetişdir, baba, ona dad lazım, bu Allahın peyğəmbəridir, bu mənim ölümdən nəcat verir, bu istəsəydi, özümlə nəcat verərdi, ola bilər məyəm, özümün nəcat verməsin. İsa istəyir orada bir zəbani bunlara desin ki, baba, mən həmişə peyğəmbər dəyərəm ki, mən bir ləhzələri xassıda peyğəmbər olam, mən tuturlar o ləhzədə. O ləhzədə mən peyğəmbər olam, o ləhzədən sonra mən öldürürlər. Ya o ləhzədə ki, o cazibə-i məna mənə ittifaq düşür, o ləhzələrdə mən peyğəmbərəm. Ondan sonra sizin kimi yəmşi ələl-ərz və yəkul və yəclis qəzə eləyir, oturur və eyni bizim kimi qolun nəmanə və şərun qisməkum, eyni bizim kimi. Evet, aslında üçü peygamberlerde yatırımda bir ayet var. Bu biraz çok nezeddanlık olmuş peygamber, gahiler peygamberlerde var. Ben bir şeyleri sızacağım da cələsində, siz fikirləşəcəksiniz də onlara. Əlbəttə, bu demək olar ki, sizə gahiler Allah'ın izni vardır. Çok peygamberler etmez bu, size həmişə. Bu da Hazreti Musa her bir yerde saatlerinde işler olardı. Orada Allah icazə verir bu sözü. Onu danışarım, axır klasda bir şəfəq qoyarım, onu danışarım. Xob, az İsa çون şəfaət kərdi həm. Şəfaət kələməsinə mən çox istəmirəm burada var qılım, amma bir cüz istəyirəm tozih gələm. Bizim bir dənə ixtilaflarımız, biz şiələrin bir qanı ixtilaflarımız, firqəhay məzhəbi, dərin İslami ilə məqbulə şəfaətlərdir. Biz buna muhtəqdir. Məqbulə şəfaətə həm Quran özü işarə edir ki, Taha surəsinə baxsaq, Zumər surəsinə baxsaq, bu haqqı Allah özündən ələmə odur ki, Qur'anda gəlir, bir özünə verir, bir də deyir, mən o adamlara vermişəm ki, mən fəqət onlara icazə verirəm. Yevmə izin, la tənfəv şəfaət, la mən əzinə lə rəhman. Şəfaət fəqət o adamlardan ötürü olacaq. Rəhmandır. Allah onlara icazə verir. Qul lillahi şəfaət. Peyğəmbər, sən millətə deyilin, hamısına bunu aş deyilən ki, şəfaət məqbuləsi məxsus mənim özümdəndir. Mən şəfi olacaq. Vəli o adamlar ki, mən izni verirəm, onlar eləyə bilərlər şəfaəti nöqtələrini alsınlar. Burada da deyir ki, İsa bəli, yalvarır ki, gəlir, Allaha deyir ki, mən bu həvariyimlə mürəkkəb müsafirdəyəm. Sən bunlara bir qəzai versinə, bir xan yaçaq, mağidə yaçaq ki, burada həmişə bunların yeməkləri təmin olsun. Bazı ustaxan hədəf bogzalmışlar.
چون گدایان زله ها برداشت. زله o görərsiniz də bizim analarımız Həzrəti Rüqəyyə, Həzrəti Əbülfəz süfrələr açarlar. Həmsəyə xanımlar gələr ki, torba ilə bir naylonla görərsən, əlavəli ki, süfrədə yeydi. Başlayır süfrənin bir düşəsini daraşan doldurar o naylonun içinə, ağzını bağlayır, deyə varın uşaqlarını məsələn, ev aparır. Buna ərəbdə deyərlər zəllə var. Türkçədə nə deyər? İlancı bazı diğer altından öyle gelirse o zerre kelimesini istedim. Yok, aparmağa. O süfreden başlayıp yiyip tutulandan sonra seçiminden çıkardı. Süfrenin bir kuşasını doldurur onu. Bağlıydı yaparım. Onun adına değil Ərəbdə zəllə var. Şişə götürmə deyil. Şişə götürmə. Yox, şişə götürmənin bar müsbəti var. Burada bar mənfisi var. Usta, zəllə məsələn ki, bir Türk dilində, sizdən Türkmanlıda gəlib da deyirlər ki, çox zəlləsən. Məsələn, uşağın dilində zəlləsən. Əlçə deyil ondan tutur. Görməmişlik, biləmçilik. Ya biraz da geçsək yuxarıya məsələn kötücülük, məsələn belə bir şey. Bu təbirləri işlətmək olar olacaq. Görməmiş geçək. Düzdür. Xoş. Pəs deyib bu havariyun zəllələr gördülər o süfrədən, doldururlar təlisə, torbiya. İsa bunlara yalvardı ki, lavbə kərdi, yalvarmaq üçün. Bir bu qutulanda biz həmişə bundan istifadə edəcəksiniz, bundan götürüb aparırsınız. Bir o bədqoman olursunuz Allahın nimətlərinə və verməsinə. Kofr başət bir şəxam-ı mehdəli və bir o küfrdür. Siz bu işdən əl götürür və bu işləri görməyin. Maidə kələməsi də Quranda zahirən bir dəfə işlənir. Bu da Sure-i Maidədədir. Əgər iştibar eləməsən, orada deyir ki, Qalə İsə ibn Məryəm Allahümmə Rəbbənə ənzil əleyna maidətən minəs-səma. İsa Allah'tan istəyir ki, Xudaya, sən bizə bir göydən bir sofre-yi göndər. Təkunu lənə idən əvvəlinə və li-axirinə. Ki bizə bayramlıq olsun, həm əvvəlimizə, həm axirimizə, həm bu süfrə bir ayəti olsun sən tərəfindən, ayətən min vərzuqna və əntə xeyrur razıqin. Bizim ruzimizi yedir, sən behtərin ruzi verənsən bizə. Müfəssirlər də belə yazıb ki, İsa vaxtı ki bu duanı eləyir, bir dənə qırmızı rəngində süfrə açılır. Gəlir, o qırmızı rəngində süfrənin içində demək olar çox şeylər vardır. Az cümlə balıq da vardır ki, balığı qızartmışdılar. İndi məsələn belə məsihlərin də elə bayramlıqlarında balıq olar. Bu balıq həmandır ki, o süfrədən benoyi alıblar. خب عقل بر ناید پی منع زکات و زنا افتد و با اندر جهات هرچه بر تو آید از ظلمات و غم آن ز بی‌باکی و گستاخی است هم. این تا جنب دیدگاه مولاناdır یعنی دیدگاه برگرفته از bir مقدار bizim o معارفimiz, bir مقدار روایاتی که bizim قلبimizə çatıbdır ki əgər musibətهای aləmdə görsəz, bilin ki, siz qədəmi xeyr götürmürsünüz. Söz buradadır. Əgər görürsünüz ki, zina çoxalıbdır, məhrəm-naməhrəm tanınır ətrafınızda, mühit ətrafınızda, Mevlana deyir ki, bir xatirəmi ki, siz əliyiz zəkata gedin. Zəkat mənay əhəmisidir. Zəkat mal da var, zəkat elm də var, zəkat əxlaq da var. Hamısını bunlar şamil olur.
siz vaqtida oradan eləyəmirsiniz ki, zəkat eləyəsiniz, özünüzdən keçəsiniz, ömürvənizi mümkündür bu musibətlər və bu bəlalar alsın. Hərçə bərtə ayəd از ظلمات و غم آن ز بیباکی و گستاخی است هم. ظلمات دا darkness به معنای qaranlıq, rəyin qaranlıqlaşması, mərifət almamağı bir xatır budur deysən, porluq edirsən. Gustaxi və بیباکی. Yəni Mevlana istəyir ki, əgər sən biz dərə cızığından çıxırsan eşiyə, mərifətlər sənə tərəf sirayət eləməyəcəkdir. Və əgər o cızıqda və o qələmrumda sən ola bilsən, mutmaindən sənə sarı bundan gəlməlidirlər. Sən buna mutmain olur. Hər ki بیباکی کند در راه دوست düzdür. هر که بیباکی کند در راه دوست رهزن مردان شد و نامرد اوست. Mən بیباکی kəlməsinin barəsində burada çox fikirləşirdim özümdən ki, mən bunu Türkiyə nədir göndərə biləm bu kəlməni və Mevlana nəzər بیباkidən nə mənə olar? Farsıda bunun müadillərinə baxırdım, gördüm yazıb ki, بیباکی به معنای گستاخی، تهوع، نه اصلا شجاعت değil. Şücaət olsa çox o fəzilətlərdən hesablanır. Burada əlbəttə çox çalışmadan sonra cəhdim kələmi بیباکini burada xiyanət kələməsi ilə Türkçədə bir mənay coşqunluq, bilmirəm kələməni işlədər, azar coşqunluq kələməsi, yəni mənay mənfisi بیباکی, satqınlıq məsələn, bəli, edə bilər o kələmədə buna cazib. Mevlana istəyir ki, bəli, hər şey dostun yolunda, məhbubun yolunda xiyanəti eləsə, rəhzən mərdan şudur, namərd olsun. Dən yol kəsəndir də, biz bunun adına şiriyəm mən ki, bu adam poxtə bir adam deyir. در حقیقت معنیسی بولا بلر از ادب پر نور گشت است این فلک و از ادب معصوم و پاک آمد ملک خود ز گستاخی کسوف آفتاب شد عزازیلی ز جرأت رد باب. فلک همان جویی معصوم da ki günahsız insanlara biz ona məsum deyil. Bəzən müfərridi xətasız insanlara da məsum demək olar. Burada da Mevlana ədəb kələməsini çox genişləndirir. Deyir ki, bəli, əgər siz görürsünüz ki, göydə bir belə nur vardır, bir xatırı budur ki, bu göy çox bu ədəbdə Allahın qabağında. Əgər görürsünüz ki, firişdə günahsızdır, xətasızdır və təmizdir və paçdır, bir xatırı budur ki, bu خب ادبیه Allah'ın qabağında inşallah ədəbsiz olmuyordu. Buna xatir. Budz gustaxi kusuf aftab şud azazil iz cürət rədd bab. Azazil həman şeytandır da vaxtda. Şeytanın bir adıdır. Əlləti bu şeytan dərbardan bunu götürdülər eşiyə əməliyirlər, sən getməlisən, bir xatiri bu idi ki, cürət xərcəlidir. Burada Mevlana cürəti bir növ barı mənfi verir. Qustaxlığı bir növ barı mənfi verir. Əgər görürsünüz ki, bəzi yerdə günəş qabağı tutulur, qaranlıq gəldiyi gün qabağı tutur, deyir, bu bir ədəbli edir, Allah bir növ bunu در واقع تنبیه. Biz bunu ədəbiyyatda istidamət adına nə deyir? Siz deyərsiniz. Bəlağətdə bunun adına nə deyir? Husn-i təlim deyir. Husn-i təlim deyir. Bəzi bu ərəb şeirlərində var da, Kusufu deyir ki, günün o cür qabağını bir şey almasını deyir, o gün üzünə şapalaq çəkibdir, sillə çəkib üzü qələlidir.
عرب شعرlerinde bunu ben görmüşəm ki, işlədim. Əzazil lüğətdə və mənay əziz xudadır. Ayağımızdan çıxmasın ki, şeytanın adı əziz xuda və ebri kələmədir. Onu xub, buradan Mevlana varid olur bu ədəb məquləsini qutarandan sonra gəlir öz hekayətinin içinə ki ملاقات پادشاه با آن طبیب الهی که در خوابش بشارت داده بودند به ملاقات او. İndi o ləhzə ki o həkim ilahini bu qarşılayır və onun qabağına çıxdı və istəyir ona icram eləsin, aparsın dərbara, kənizəkin yanına onu Mevləvi təsvirə çəkəcəkdir. دست شاه و کنارانش گرفت همچو عشق اندر دل و جانش گرفت. اینی bir eşk kimin, sevgi kimin bunu çəkir bağrına və bucağına çəkir. دست و پیشانیش موسیدن گرفت از مقام و راه پرسیدن گرفت. پرسان میکشیدش تا به صدر گفت گنجی یافتم آخر به صبر. Beytlər çox çətin beytlərdir. Əlahını öpür. Muqam ismi məful و ismi məkan و ismi zaman hamısı ola bilər. Bu yerdən ki gəlibsən, bu yerdən ki qalxıqsan, olduğun yerlər, bundan sual soruşur. پرسان میکشیدش تا به صدر گفت گنجی یافتم آخر به صدر. Soruşa bunu çəkir öz döşünə və deyir ki, mən üçün səbr elədim bir müddət, bir dənə gəncə, rəfiniyə mən əl tapmışam. گفت ای نور حق و دفع حرج معنی از صبر و مفتاح الفرج. ای که حقیقتین sən nurusan, ey ki hərəc به معنای سختی، فشار، تنگی bu mənilərdədir. Ey ki sənin kəlmələrinlə bizim çətinliklərimiz gedəcək. Əs-səbr miftahul fərəc. Mən səbr elədim və bu səbr mənim açılışığımın kilidi ola bilər, onu aça bilər. Əs-səbr miftahul fərəc bu Mola Ali Aleyhisselam'dan Nəhcü Bəlağıda gəlir. Səbr eləsəz siz bir açılışığa yetişə biləcəksiniz. Əlbəttə, Mevləvi özü muhtəvidir ki, əgər siz səbr eləsəz bir müddət eləyə bilərsiniz, səbri təhəmmül eləyərsiniz, getdikcə sözünüzdə şirinləşər, sözünüzdə də əsərdir. Həzrət Əli də o xutbə şəxiyyəsində deyir ki, mən səbr elədim və gördüm ki, bu səbrin nələr mənə bərəkatı var. Bu məsələnin haviliyində gətirir ki, səbr başır, مشتهای زیرکان هست حلقا مشتهای بودکان در سخن خاکی که گویی چون شکر صبر کن از حرص و این حلقا مکن. یعنی مخوب اگه استیسن حالها شیرین danışasan bir mərhələsində canında sən səbr eləməlisən. Dözməlisən. Çox şeyləri özündə almamalısın və çox şeyləri özündə almalısın. Yəni səbrun əlamaq təkirə, səbrun əlamaq toyək. Çox şeyləri özündə almamalısan və çox şeyləri özündə almalısın. İki cürəbsin. Səbrimiz o cür işimizə nəql olubdur bu. Hafız da deyir, این همه شهد و شکر که سخنم میریزد اجر صبری است که ازم شاخ نباتم دادن. Əgər görürsünüz ki, mən çox şirin danışıram sizinlə, şirin kələmələr işlədirəm, bunu bilin ki, mən bir mərhələ yaşayışımda səbr eləmişəm. O səbrləri özümdə təcrübə eləmişəm, ona görə. ای لقای تو جواب هر سؤال مشکل از تو حل شود بی قیل و قال. ey ki sənin görüşün, görüş, ey ki sənin görüşün hər soruma, hər suala, hər
پرسشت جواب رفتی مشکل از تو حل شود بی و دار. بدونی که اصلا من دانشان سمنه مشکل مثلا حل نمیزد. شخصیت های کاریزماتیک به تعبیر ماکس وبر وجود دارد. شخصیت های کاریزماتیک و مینوی وقتی انسان مواجه بود این انسان اول سوالان یه در minimum sen sualın varsa bundan soruşasan. Şəxsiyyət karizmatik və münəvvər. Elə şey ki, sən buna yaxınlaşsan, sən suallar hamısı sənin yadından çıxır. İndi qayıb cavabı hər sual, müşkil از تو حل شود بی قیل و قال. ترجمانی هر که ما را در دل است، دستگیری هر که پایش در گل است. ترجمان به معنای ترجمه چی؟ دیلمان چی؟ دیلمان sən bizim nə ürəyimizdə var bunun tərcüməcisisən, bunu öz tərcümə edəyənəsən və əlimizdən tutansan hər kəsi ki ayağı alçıma geçibdir, sən onu oradan çıxartmalısan. Mevlana məsələdə ayrı yerdə də işlədirdi. Qeyri nutq و qeyri imah و secel eşrasət tərcüman xizət zedir ki Mevlana eşkə bulur, işlədir. Eşkin bir vajelər yoxdur, bəli min cürə tərcüməçidir. O üzünə baxsan görərsən ki, əslən özü bir dənə tərcüməçidir, səndən danışır. Eşk buyə moş qara, zan səbər rüsva şərə. Çare نبود عشق را از خود چنین رسوا شدن. O rüsvalıq iqlifi ilə yayacaq və dağıdacaq və siz onu edə bilərsiniz, görəsiniz, idəyəsiniz və anlayasınız. Bir dənə ərəb şairlərində də bu işlənibdir, bu tərcüman kəlməsi. Ufq ibn Muhallim ibn Xuzai در شاهدش شرینده دیش این نستمانینه و بلغتها قد احوج سمعی الى ترجمان. این وقت من یتیشتم 80 yaşına benim şimdiden kulaklarım sana bir tane beytlerin tercümandır ki sen eyleyebilirsen görürsen ki ben ismini ayak koymuşum. Yani der vaqa bəxti ki mən eşitmirəm bu nişan az bir o qocalıqdır ki سنه خبر بگید. مرحبا یا مجتبا یا مرتضا انتقد جاء القضا ذاق الفضا انت مولا القوم من لا یشتهی قد ردا کلا لئن لم ینتهی. Məsələdə biz görəcək inşallah qabağa getdikcə cələsatımız idamə tapsa görəsiz bir yerlərdə Mevlana elə özü girir əbiyyat ərəbini gətirir və istifadə edir və insafən də o əbiyyat ərəbi yəni pəhlu vurur böyük şairan ərəbi ki ərəbi şey edirlər vəznində kəm gətirmir, mənada kəm gətirmir. Burada da o padişah وقتی که o təbib ilahini görür ona deyir ki mərhəba, xoş gəlibsən ya məctəba, ey seçilmiş Allahın bəndəsi, ya murtəza, ey ki Allah səndən razıdır, murtəzası məqbuldur. Ey təqib, əgər sən qayib olasan, əgər sən olmayasan da cahəl qəza, zadəl qəza zərur məsələ ərəbidir. Qəza yetişəndə fəza daralacaq, fəza onun əlindən olacaq. Qəza bu qədərin qüdrətini görsənir. Sən mənə qədər qəza bu qədər şimdi gəlirsən ki, bu kənizəki در واقع bu təbiqlərin əlindən sən nəcat verəsən. Əntə məmləl qavm, sən bu qovmun ağasısan, böyücüsən. Mən la yəştəni, hər kim istəməyə təzrəda, ölməlidir. Kəllə ləyən yəntəni, işarə bir Sure Ələf imidə. Kəllə ləyən yəntəni lənəsmənə بالناسیه در مورد ابوجهل نازل oldu. Acəbi Peyğəmbər baxışına necədir? O çox ləcacətliyə idamə verir. Üstün alnından yapışıb başını oda çıxbalayır. Ləyilən yəntəhi. Əgər tutarmasa bu ləcacətini lənəsfənnə بالناسیه. Nasiyə anladı da. Burada Mevlana o ələkdən onu götürür. Çox zirəkanı gətirib bura ki bəli, sən bir dənə qovmun ağasısan, böyücüsən, hər kim də səni istəməyə burada ölməlidir. Əgər bu ləcacətliklərlə idamə verələr, mən dələylə bundan hesablarına mən özüm yetişəcəyəm.
جمع با مخصص ادامه‌سی ساخته یا جلسه یا ادامه بره بله yorulmasak devam edelim. Dostlar hamısı nəzərdir, bir 5-10 dəqiqədən gedək yapsınlar. Ta o əbiyyata kimi gəlir, ta ki Moğlana vardı olacaq, eşqə ona kimi gəlir. چون گذشتم مجلس خانه کرم دست او بگرفت و بردن در حرم وقتی که به اون مراسم استقبال بطولdu bunun əlindən yapışdı və apardı bunu حرمه قصه رنجور و رنجوری بخوان بعد از آن در پیش رنجورش نشان bir miqdar o hekayət kənizəki buna dedi ondan sonra bu əlindən yapışdı apardı kənizəkin yanında oturtdu رنجورش yəni həman o kənizəkdə bəli رنجورش رنجور burada ismi fail burada bilmiyorum در منظور همان کنیزه حالت مصدرسی yoxdur رنگ روح و نبض و قارون